Bugün ulduzlar 12 bürcün hər biri üçün fərqli sürprizlər hazırlayıb. Bəzi bürcləri pul, uğurlu qərarlar və yeni imkanlar gözləyir, bəziləri isə münasibətlərdə və iş həyatında gözlənilməz dəyişikliklərlə qarşılaşa bilər. Amma ən maraqlısı budur ki, günün enerjisi bütün bürclər üçün eyni olmayacaq. Bir bürc üçün səhər saatları çətin keçərkən, digəri məhz günün ilk yarısında böyük bir fürsətlə qarşılaşa bilər. Sevgi, pul, iş, ailə və gözlənilməz xəbərlərlə bağlı mühüm məqamlar var. Qoç. Bugün qarşılaşacağınız bəzi vəziyyətlər ilk baxışda sizə aydın görünməyə bilər. Hadisələr bir-birinə zidd istiqamətdə inkişaf edə, qarşınıza çıxan seçimlər arasında qərar vermək çətinləşə bilər. Belə bir məqamda ən doğru addım tələsməməkdir. Ani qərarlar vermək və yalnız ilk təəssürata əsaslanmaq sonradan müəyyən çətinliklər yarada bilər. Özünüzə bir qədər vaxt verin, bütün variantları sakit şəkildə nəzərdən keçirin və vəziyyətin necə inkişaf etdiyini müşahidə edin. Bugün səbirli davranmaq sizə tələsik hərəkətdən daha çox fayda gətirəcək. Əgər sizi uzun müddətdir düşündürən və qərar verməkdə çətinlik çəkdiyiniz bir məsələ varsa, bu barədə etibar etdiyiniz yaxın insanla danışmaq faydalı ola bilər. Səmimi söhbət zamanı vəziyyətə başqa tərəfdən baxmaq və əvvəllər diqqətinizdən yayınan detalları görmək mümkün olacaq. Yaxınınızın verəcəyi sadə bir məsləhət belə qərarınızı dəqiqləşdirməyə kömək edə bilər. Bəzən problemi həll etmək üçün dərhal hərəkətə keçmək deyil, sadəcə düzgün insanla danışmaq kifayətdir. Bununla belə, bugün qarşınıza çıxan hər kəsə etibar etməyin. Xüsusilə yeni tanış olduğunuz insanlarla şəxsi həyatınız, maliyyə vəziyyətiniz və gələcək planlarınız barədə həddindən artıq məlumat paylaşmaq məsləhət görülmür. Sizin səmimiyyətinizdən sui-istifadə etmək istəyən insanlar ola bilər. Dediyiniz bir məlumat sonradan gözləmədiyiniz şəkildə qarşınıza çıxa bilər. Buna görə də kiminlə nəyi paylaşdığınıza diqqət yetirin. Etibarın zamanla formalaşmasına imkan verin. İş və karyera sahəsində də bugün diqqətli olmaq lazımdır. Qarşınıza yeni təklif və ya əməkdaşlıq imkanı çıxa bilər, lakin bütün şərtləri tam anlamadan razılıq verməyin. Müqavilə və sənədləri diqqətlə oxuyun, sizdən gözlənilənləri dəqiqləşdirin və hər hansı sualınız varsa, cavabını almadan qərar verməyin. Bugün tələskənlikdən qaçmaq gələcəkdə ciddi üstünlük qazandıra bilər. Günün ikinci yarısında isə vəziyyət sizin üçün daha əlverişli istiqamətdə dəyişəcək. Xüsusilə maliyyə sahəsində sevindirici xəbərlər almaq ehtimalınız yüksəkdir. Gözləmədiyiniz bir ödəniş, borcun qaytarılması, əlavə qazanc və ya başqa mənbədən pul daxil olması mümkündür. Bəzi qoçlar kifayət qədər böyük məbləğ əldə edə bilərlər. Bu gəlir uzun müddətdir planlaşdırdığınız bir işi həyata keçirmək üçün yaxşı imkan yarada bilər. Sərfəli alış-veriş etmək və ya gəlir gətirəcək bir sövdələşmə bağlamaq şansınız da var əgər uzun müddətdir almaq istədiyiniz bir əşyanı daha münasib qiymətə əldə etmək imkanınız yaranarsa, bu fürsəti diqqətlə qiymətləndirin. Eyni zamanda gəlir gətirəcək əməkdaşlıq və ya biznes təklifi də gündəmə gələ bilər. Belə vəziyyətdə emosiyalara qapılmadan hesablamalar aparın və mümkün qazancı real şəkildə dəyərləndirin. Şəxsi münasibətlərdə günün əvvəlindəki tərəddüdlər və narahatlıq zaman keçdikcə azalacaq. Ailə üzvləri və yaxın dostlarla ünsiyyət sizə mənəvi rahatlıq verəcək. Əgər son vaxtlar aranızda anlaşılmazlıq yaranıbsa, bunu sakit söhbətlə həll etmək üçün yaxşı imkan yaranacaq. Qarşı tərəfin fikirlərini dinləmək və öz hisslərinizi açıq şəkildə ifadə etmək münasibətlərdəki gərginliyi aradan qaldıra bilər. Sevgi həyatında isə səmimiyyət və etibar əsas rol oynayacaq. Münasibətdə olan qoçlar tərəfdaşlarından bir məsələdə məsləhət və ya dəstək ala bilərlər. Bir-birinizə açıq danışmağınız münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay qoçlar üçün yeni tanışlıqlar mümkün olsa da ilk görüşdən sonra bütün sirlərinizi qarşı tərəflə bölüşmək doğru deyil. Münasibətin necə inkişaf etdiyini görmək üçün özünüzə vaxt verin. Buğa. Bugün buğalar üçün əsas sınaq işgüzar ünsiyyət və insanlarla düzgün münasibət qurmaq olacaq. Günün ilk saatlarından etibarən ətrafınızdakı insanların sizdən nə gözlədiyini anlamaqda müəyyən çətinliklər yaşaya bilərsiniz. Qarşı tərəfin niyyətini və mövqeyini düzgün qiymətləndirmək həmişə asan olmayacaq. Bu səbəbdən bəzi söhbətlərdə özünüzü ifadə etmək istədiyiniz kimi alınmaya bilər. Adətən sakit və ölçülü danışmağa üstünlük versəniz də, bugün bir qədər daha diqqətli olmağınız lazım gələcək.
Xüsusilə işgüzar görüşlər, danışıqlar və həmkarlarla müzakirələr zamanı sözlərinizi diqqətlə seçin. Qarşınızdakı insan sizin dediyiniz adi bir ifadəni belə sərt və ya tənqidi qəbul edə bilər. Buna görə də fikrinizi mümkün qədər yumşaq və aydın şəkildə ifadə etməyə çalışın. Qarşı tərəfin mövqeyi sizə məntiqsiz görünsə belə dərhal etiraz etmək əvəzinə əvvəlcə onu dinləyin. Sakit ünsiyyət qurmaq bugün sizi bir çox lazımsız mübahisədən qoruyacaq. Əgər iş yerində hansısa məsələ ilə bağlı fikir ayrılığı yaranarsa, mübahisəni böyütməyin. Sərt cavab vermək və ya öz mövqeyinizi hər vasitə ilə qəbul etdirməyə çalışmaq əks nəticə verə bilər. Bəzən bir qədər geri çəkilmək və məsələyə daha sonra qayıtmaq daha ağıllı seçimdir. Gün ərzində emosiyalar sakitləşdikcə qarşı tərəflə ortaq məxrəcə gəlmək daha asan olacaq. İş həyatında bəzi anlaşılmazlıqlar yaşansa da, ümumi vəziyyət mənfi deyil. Əksinə, digər sahələrdə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Uzun müddətdir üzərində işlədiyiniz məsələlərdə irəliləyiş əldə edə, yarımçıq qalan işləri tamamlayaraq rahatlıq hiss edə bilərsiniz. Sizin səbriniz və ardıcıllığınız nəticə verməyə başlayacaq. Əgər bugün mühüm bir işə başlamaq və ya mövcud layihəni davam etdirmək niyyətindəsinizsə, əvvəlcədən müəyyən etdiyiniz plana sadiq qalmaq faydalı olacaq. Maliyyə məsələlərində ciddi narahatlıq üçün əsas görünmür. Gəlirlərinizdə sabitlik qorunacaq və planlaşdırılmamış xərclər olsa belə, onların öhdəsindən gəlmək mümkün olacaq. Bununla belə, işgüzar danışıqlarda olduğu kimi, maliyyə qərarlarında da tələsməmək məsləhətdir. Qarşınıza yeni təklif çıxarsa, bütün detalları öyrənin və yalnız bundan sonra qərar verin. Şəxsi münasibətlərdə isə günün enerjisi daha rahat olacaq. Gün ərzində işlə bağlı yaşadığınız gərginlik axşam saatlarında tədricən aradan qalxacaq. Ailə üzvləri və yaxın insanlarla keçirdiyiniz vaxt sizə mənəvi rahatlıq gətirəcək. Əgər gün ərzində sizi narahat edən məsələlər olubsa, axşam onları bir qədər arxa plana keçirə və diqqətinizi daha xoş mövzulara yönəldə biləcəksiniz. Xüsusilə sevgi həyatında axşam saatları olduqca maraqlı və xoş keçə bilər. Münasibətdə olan buğalar tərəfdaşlarından gözləmədikləri romantik jest və ya xoş sürprizlə qarşılaşa bilərlər. Birlikdə keçirilən sakit və səmimi axşam münasibətlərinizdəki istiliyi daha da artıracaq. Uzun müddətdir münasibətdə həll olunmamış bir məsələ varsa, onu da məhz sakit və romantik atmosferdə danışaraq yoluna qoymaq mümkün olacaq. Subai buğalar üçün də axşam maraqlı hadisələr vəd edir. Gözlənilməz görüş, maraqlı mesaj və ya yeni tanışlıq əhvalınızı dəyişə bilər. Qarşınıza çıxan insan ilk baxışdan diqqətinizi cəlb edə bilər. Lakin münasibətin gələcəyi barədə dərhal nəticə çıxarmaqdansa, hər şeyin təbii şəkildə inkişaf etməsinə imkan vermək daha yaxşıdır. Sağlamlıq baxımından günün ilk yarısında yaranan emosional gərginlik sizi bir qədər yorğun sala bilər. İşgüzar söhbətlər və insanlarla ünsiyyət çox enerji tələb edə bilər. Buna görə də gün ərzində özünüzə qısa fasilələr verməyə çalışın. Axşam isə mümkün qədər rahatlanın, gündəlik problemləri düşünməkdən uzaqlaşın və sizi xoşbəxt edən insanlarla vaxt keçirin. Əkizlər, bugün sizin üçün uğurlu, məhsuldar və yeni imkanlarla zəngin bir gün olacaq. Qarşınıza çıxan hadisələr həm əvvəldən hazırladığınız planları həyata keçirmək, həm də tamamilə yeni istiqamətdə addım atmaq üçün əlverişli şərait yaradacaq. Uzun müddətdir təxirə saldığınız bir işi nəhayət ki, hərəkətə gətirmək istəyirsinizsə, bugün bunun üçün münasib zamandır. Eyni zamanda, gözlənilmədən qarşınıza çıxan yeni ideya və ya təklif də diqqətinizi cəlb edə bilər. Hər iki istiqamətdə uğur qazanmaq şansınız yüksəkdir. İş və karyera sahəsində enerjiniz və təşəbbüskarlığınız nəzərə çarpacaq dərəcədə artacaq. Əvvəllər yarımçıq qalmış layihələri yenidən nəzərdən keçirmək, köhnə səhvləri düzəltmək və planlarınızı daha müasir şəkildə həyata keçirmək üçün yaxşı fürsət yaranacaq. Bəzi əkizlər üçün isə tamamilə yeni bir işə başlamaq gündəmin əsas mövzusuna çevrilə bilər. Yeni layihə, vəzifə və ya əməkdaşlıq təklifi alsanız, onu ciddi şəkildə nəzərdən keçirin. Bugün verdiyiniz qərar gələcəkdə peşəkar inkişafınıza əhəmiyyətli təsir göstərə bilər. Günün ən xoş sürprizlərindən biri uzaqdan gələcək xəbər ola bilər. Başqa şəhərdə və ya ölkədə yaşayan yaxınınızdan, dostunuzdan və ya işgüzar əlaqəniz olan bir şəxsdən sevindirici məlumat ala bilərsiniz. Bu xəbər uzun müddətdir cavabını gözlədiyiniz bir suala aydınlıq gətirə və gələcəklə bağlı qərar verməyinizi asanlaşdıra bilər. Ola bilsin ki, söhbət iş, maliyyə, səfər və ya yeni əməkdaşlıqla bağlı olsun.
Əsas məsələ odur ki, alacağınız məlumat sizə hadisələrə daha aydın baxmağa və doğru istiqamət seçməyə kömək edəcək. Maliyyə baxımından da gün kifayət qədər əlverişli görünür. Gəlirlə bağlı müsbət xəbər almaq, əlavə qazanc imkanı əldə etmək və ya əvvəllər etdiyiniz bir işin nəticəsini görmək mümkündür. Əgər yeni bir layihəyə və ya biznes ideyasına sərmayə yatırmaq barədə düşünürsünüzsə, bugün ilkin araşdırmalar aparmaq üçün münasib zamandır. Lakin maliyyə qərarlarında yenə də bütün detalları nəzərdən keçirmək və emosional addımlardan uzaq durmaq vacibdir. İnsanlarla ünsiyyət məsələsində isə vəziyyət bir qədər fərqli olacaq. Köhnə tanışlarınızdan bəziləri sizi düzgün başa düşməyə bilər. Sizin adi hesab etdiyiniz bir söz və ya zarafat qarşı tərəfdə fərqli təəssürat yarada bilər. Buna görə də xüsusilə həssas mövzularda danışarkən ifadələrinizi diqqətlə seçin. Əgər aranızda əvvəldən qalan hansısa anlaşılmazlıq varsa, onu yenidən gündəmə gətirmək əvəzinə söhbəti daha sakit istiqamətə yönəltmək daha yaxşıdır. Maraqlıdır ki, bugün ilk dəfə qarşılaşacağınız insanlarla ünsiyyət qurmaq daha asan olacaq. Yeni tanış olduğunuz şəxslərlə sanki uzun müddətdir tanışmış kimi rahat danışa, ortaq mövzular tapa bilərsiniz. Bu tanışlıqların bəziləri gələcəkdə sizin üçün kifayət qədər faydalı ola bilər. Xüsusilə işgüzar tədbirlərdə, görüşlərdə və sosial mühitdə quracağınız yeni əlaqələri qiymətləndirin. Qarşınızdakı insanlardan biri gələcəkdə mühüm tərəfdaşınız və ya yaxın dostunuz ola bilər. Şəxsi münasibətlərdə də müsbət atmosfer hökm sürəcək. Ailə üzvləri ilə ünsiyyətiniz daha rahat və səmimi olacaq. Əgər son günlər hansısa mövzuda gərginlik yaşanıbsa, bugün onu aradan qaldırmaq üçün yaxşı fürsət yaranacaq. Səmimi söhbət və qarşılıqlı anlayış münasibətlərinizi daha da möhkəmləndirəcək. Yaxınlarınızdan alacağınız dəstək sizi yeni qərarlar verməyə ruhlandıra bilər. Sevgi həyatında subay əkizlər üçün xüsusilə maraqlı imkanlar görünür. Yeni tanışlıqlar və gözlənilməz görüşlər romantik baxımdan xoş təəssürat yarada bilər. İlk görüş zamanı yaranan qarşılıqlı maraq gələcəkdə daha ciddi münasibətin başlanğıcına çevrilə bilər. Xərçəng. Bugün sizin üçün əsas məsələ səbrinizi qorumaq və ətrafınızdakı insanların davranışlarına emosional reaksiya verməmək olacaq. Gün ərzində elə vəziyyətlər yarana bilər ki, özünüzü haqsız yerə tənqid olunmuş və ya qıcıqlandırılmış hiss edəsiniz. Bəzi insanlar bilərəkdən və ya bilmədən səbrinizi sınağa çəkə bilərlər. Adi günlərdə sakit qarşıladığınız sözlər belə bugün sizə daha ağır təsir göstərə bilər. Lakin unutmayın ki, ani emosional reaksiya yalnız sizin vəziyyətinizi çətinləşdirə bilər. Özünüzü nə qədər təmkinli aparsanız, günün gedişinə bir o qədər çox nəzarət edə biləcəksiniz. Ətrafınızdakı insanların sizi mübahisəyə cəlb etmək cəhdlərinə uymayın. Kimsə fikrinizi dəyişdirməyə, sizi tələsik qərar verməyə və ya öz maraqları naminə müəyyən addım atmağa sövq edə bilər. Belə hallarda dərhal cavab vermək əvəzinə bir qədər düşünmək daha doğru olacaq. Qarşı tərəfin nə istədiyini anlamağa çalışın və öz maraqlarınızı da nəzərdən qaçırmayın. Diplomatik davranaraq həm münasibətləri korlamadan, həm də öz mövqeyinizi qoruyaraq vəziyyətdən çıxa bilərsiniz. İş və karyera sahəsində isə gün daha müsbət istiqamətdə inkişaf edəcək. Xüsusilə işgüzar danışıqlar, görüşlər və yeni əməkdaşlıqlar üçün əlverişli şərait yaranacaq. Potensial tərəfdaşlarla və ya işə götürənlərlə görüşünüz varsa, özünüzü sakit və inamlı aparmağınız böyük üstünlük verəcək. Qarşı tərəf sizin yalnız bilik və bacarıqlarınızı deyil, eyni zamanda çətin vəziyyətlərdə özünüzü idarə etmək qabiliyyətinizi də qiymətləndirəcək. Əgər yeni iş axtarırsınızsa və ya karyeranızda dəyişiklik etmək barədə düşünürsünüzsə, bugün mühüm təkliflə qarşılaşa bilərsiniz. İşə götürənlə söhbət zamanı özünüzü olduğunuzdan fərqli göstərməyə çalışmayın. Səmimi, lakin peşəkar davranın və bacarıqlarınızı konkret nümunələrlə nümayiş etdirin. Özünüzə inamınız qarşı tərəfdə müsbət təəssürat yaradacaq və sizi digər namizədlərdən fərqləndirə bilər. Əməkdaşlıq məsələlərində də uğurlu nəticələr mümkündür. Yeni tərəfdaşlarla danışıqlar aparırsınızsa, öz şərtlərinizi aydın şəkildə ifadə edin. Qarşı tərəfin təkliflərini diqqətlə dinləyin, lakin yalnız razılaşmaq xatirinə sizin üçün əlverişsiz şərtləri qəbul etməyin. Sakit və əsaslandırılmış mövqe tutmaq həm hörmət qazanmağınıza, həm də daha sərfəli razılaşma əldə etməyinizə kömək edəcək. Maliyyə məsələlərində ehtiyatlı olmaqla yanaşı, müsbət imkanları da gözdən qaçırmayın.
İşgüzar görüşlərdən biri gələcəkdə əlavə gəlir gətirəcək əməkdaşlığın başlanğıcına çevrilə bilər. Yeni layihə və ya qazanc imkanı ilə bağlı təklif alsanız, bütün detalları diqqətlə araşdırın. Şərtlər sizin üçün münasibdirsə, bu fürsətdən yararlanmaq gələcək maliyyə vəziyyətinizə müsbət təsir göstərə bilər. Şəxsi münasibətlərdə isə günün əvvəlində müəyyən gərginlik yarana bilər. Ailə üzvlərindən biri və ya yaxın dostunuz gözləmədiyiniz bir söz deyə bilər. İlk reaksiyanızı nəzarətdə saxlamağa çalışın. Qarşı tərəfin sözlərini dərhal şəxsi hücum kimi qəbul etməyin. Sakit söhbət etdikdə məsələnin əslində düşündüyünüz qədər ciddi olmadığını görə bilərsiniz. Sevgi həyatında münasibətdə olan xərçənglər üçün qarşılıqlı anlayış mühüm rol oynayacaq. Tərəfdaşınızın davranışında sizi narahat edən məqam varsa, onu içərinizdə böyütmək əvəzinə açıq şəkildə danışmaq daha faydalıdır. Lakin söhbət zamanı ittiham və sərt ifadələrdən uzaq durun. Səmimi və sakit danışıq münasibətlərdəki gərginliyi azalda bilər. Subay xərçənglər isə iş və ya sosial mühitdə maraqlı biri ilə tanış ola bilərlər. İlk təəssürat müsbət olsa da, münasibətin inkişafını tələsmədən izləmək daha yaxşıdır. Şir. Bugün Şir bürcü üçün ciddi işlərə başlamaq, uzun müddətdir üzərində düşündüyünüz planları həyata keçirmək və gələcəyiniz üçün mühüm addımlar atmaq baxımından əlverişli gündür. Əgər çoxdan başlamaq istədiyiniz, lakin müxtəlif səbəblərdən təxirə saldığınız bir iş varsa, artıq gözləməyə dəyməz. Şərait sizin xeyrinizə olacaq və düzgün istiqamət seçsəniz, ilk nəticələri düşündüyünüzdən daha tez görə bilərsiniz. Əsas məsələ enerjinizi düzgün bölüşdürmək və diqqətinizi həqiqətən sizin üçün vacib olan məsələlərə yönəltməkdir. Yeni bir işə və ya layihəyə başlayacaq şirlər üçün gün xüsusilə uğurlu görünür. İlk mərhələdə qarşıya çıxan kiçik çətinliklər sizi qorxutmasın. Başlanğıcda hər şey tamamilə ideal görünməyə bilər, lakin ardıcıl və məsuliyyətli davransanız, işlər tədricən qaydasına düşəcək. Bugün atacağınız ilk addımlar gələcək uğurun təməlini qoya bilər. Ona görə də hər şeyi bir anda əldə etməyə çalışmaq əvəzinə, məqsədə doğru mərhələli şəkildə irəliləyin. Karyera sahəsində müsbət dəyişiklik ehtimalı da yüksəkdir. Xüsusilə uzun müddətdir nəticəsini gözlədiyiniz bir məsələ ilə bağlı sevindirici xəbər ala bilərsiniz. Rəhbərlikdən dəstək görmək, yeni məsuliyyət əldə etmək və ya öz bacarıqlarınızı nümayiş etdirə biləcəyiniz layihədə iştirak etmək imkanınız yarana bilər. Əgər iş yerində mövqeyinizi möhkəmləndirmək və ya vəzifədə yüksəlmək istəyirsinizsə, bugün təşəbbüs göstərməkdən çəkinməyin. Sizin aktivliyiniz və məsuliyyətli yanaşmanız diqqətdən kənarda qalmayacaq. Həyatınızın sizin üçün xüsusilə vacib olan sahələrində də dəyişikliklər baş verə bilər. Bu, həm peşəkar fəaliyyətinizə, həm şəxsi planlarınıza, həm də uzun müddətdir həyata keçirmək istədiyiniz məqsədlərə aid ola bilər. Əsas məsələ qarşınıza çıxan əlverişli məqamı vaxtında görməkdir. Bəzən uğur üçün böyük dəyişikliklər etmək deyil, sadəcə doğru anda düzgün qərar vermək kifayətdir. Bugün qarşınıza çıxan imkanlardan biri gələcəkdə mühüm nəticələr verə bilər. Maliyyə baxımından da gün müəyyən müsbət xəbərlər gətirə bilər. Gözlənilməz pul daxil olması, əvvəlki işdən əldə olunan gəlir və ya sizə qaytarılan borc əhvalınızı yüksəldə bilər. Bəzi şirlər əlavə qazanc əldə etmək üçün yeni imkanlarla qarşılaşa bilərlər. Lakin əldə etdiyiniz vəsaiti dərhal xərcləməyə tələsməyin. Qarşınızdakı maliyyə imkanlarını və gələcək ehtiyaclarınızı nəzərə alaraq daha düşünülmüş qərarlar vermək faydalı olacaq. Bununla belə, bugün sövdələşmələr və maliyyə müqavilələri baxımından maksimum diqqətli olmaq lazımdır. Qarşınıza sərfəli kimi görünən bir təklif çıxa bilər, lakin onun bütün şərtləri ilk baxışdan görünməyə bilər. Hər hansı sənədə imza atmazdan əvvəl müqaviləni diqqətlə oxuyun, xırda şriftlərlə yazılmış şərtlərə də fikir verin və başa düşmədiyiniz məqamları mütləq dəqiqləşdirin. Qarşı tərəfin tələsdirməsinə imkan verməyin. Bugün indi qərar verin tipli təkliflərə xüsusilə ehtiyatla yanaşmaq lazımdır. Kredit götürmək və ya uzun müddətli maliyyə öhdəliyi altına girmək də məsləhət görülmür. Hazırda sizə sərfəli görünən şərtlər sonradan əlavə maliyyə yükü yarada bilər. Əgər kredit və ya böyük maliyyə öhdəliyi barədə düşünürsünüzsə, qərarı bir qədər təxirə salmaq və bütün alternativləri müqayisə etmək daha təhlükəsiz seçim olacaq. Maddi məsələlərdə bugün əsas prinsipiniz əvvəl araşdır, sonra qərar ver olmalıdır. Qız.
Bugün qız bürcü üçün günün ilk yarısı bir qədər qarışıq və ziddiyyətli keçə bilər. Səhər saatlarından etibarən planlarınızda nəzərdə tutmadığınız dəyişikliklər yarana, gözlənilməz xəbərlər ala və ya sizi qısa müddətlik çaşdıracaq hadisələrlə qarşılaşa bilərsiniz. Bu hadisələrin heç biri əslində ciddi problem yaratmaya bilər, lakin onların art-arda baş verməsi diqqətinizi əsas işlərdən yayındıra bilər. Buna görə də səhər saatlarında özünüzdən həddindən artıq çox şey gözləməməyiniz və hər işi tələsmədən görməyiniz daha yaxşıdır. Xüsusilə diqqət və dəqiqlik tələb edən işlərlə məşğul olan qızlar bugün bir qədər çətinlik çəkə bilərlər. Bir məsələ üzərində cəmləşmək istəyərkən başqa bir iş ortaya çıxa, telefon zəngi və ya gözlənilməz xəbər planlarınızı dəyişə bilər. Belə vəziyyətlərdə əsəbləşməyin və özünüzü uğursuzluğa kökləməyin. Günün əvvəlində yaranan qarışıqlıq müvəqqətidir və vəziyyətə nəzarəti itirməmək üçün sadəcə prioritetlərinizi düzgün müəyyənləşdirmək kifayətdir. İş yerində həmkarlarınızdan gələn bəzi xahişlər də planlarınızı poza bilər. Hər kəsə kömək etməyə çalışarkən öz işlərinizi arxa plana keçirməyin. Əvvəlcə ən vacib tapşırıqları müəyyənləşdirin, sonra digər məsələlərə vaxt ayırın. Əgər hansısa işi bugün tamamlamaq mümkün deyilsə, onu tələsik və keyfiyyətsiz şəkildə bitirməkdənsə daha münasib vaxta saxlamaq daha düzgün seçim ola bilər. Günün ilk yarısında vacib qərarlar qəbul etməyə də çox tələsməyin. Hadisələr tam aydınlaşmadan verilən qərarlar sonradan yenidən nəzərdən keçirilməli ola bilər. Əgər qarşınızda bir neçə seçim varsa, hər birinin üstün və zəif tərəflərini müqayisə edin. Yaxınlarınızdan və ya təcrübəsinə güvəndiyiniz insanlardan məsləhət almaq da faydalı ola bilər. Bəzən kənardan baxan insan vəziyyətdə sizin görə bilmədiyiniz bir detalı daha asan görə bilər. Lakin günün ikinci yarısında vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişəcək. Səhər saatlarında sizi narahat edən məsələlərin bir çoxu öz-özünə həllini tapacaq və siz daha rahat nəfəs ala biləcəksiniz. Əhvalınız yüksələcək, diqqətinizi yenidən toplamaq asanlaşacaq və qarşıya qoyduğunuz məqsədlərə daha inamla yanaşmağa başlayacaqsınız. Günün ikinci hissəsi xüsusilə gələcəklə bağlı planlar qurmaq üçün əlverişli olacaq. Karyera sahəsində dəyişiklik etmək istəyən qızlar üçün maraqlı imkanlar yarana bilər. Əgər uzun müddətdir iş yerinizi dəyişmək barədə düşünürsünüzsə, yeni vakansiya, iş təklifi və ya gözlənilməz əməkdaşlıq imkanı ilə qarşılaşa bilərsiniz. Bu təklif ilk baxışdan tamamilə fərqli görünsə də, onun sizə yeni bacarıqlar qazandırmaq və peşəkar inkişafınızı sürətləndirmək potensialı ola bilər. Özünü tamamilə yeni bir sahədə sınamaq istəyən qızlar üçün də günün ikinci yarısı ümidverici görünür. Bəlkə də uzun müddətdir maraq göstərdiyiniz, lakin başlamağa cəsarət etmədiyiniz sahə ilə bağlı ilk addımı atmaq üçün fürsət yaranacaq. Yeni istiqamətə keçmək qorxuducu görünsə də, bu dəyişiklik sizə gözləmədiyiniz imkanlar aça bilər. Əsas odur ki, qərarı yalnız emosiyalarla deyil, real imkanlarınızı və gələcək perspektivləri nəzərə alaraq verəsiniz. Maliyyə məsələlərində isə günün ikinci yarısında daha müsbət xəbərlər mümkündür. Yeni iş təklifi və ya əlavə gəlir imkanı maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb ola bilər. Əgər iş dəyişmək qərarına gəlsəniz, yalnız əmək haqqına deyil, iş şəraitinə, inkişaf imkanlarına və uzun müddətli perspektivlərə də diqqət yetirin. Daha yüksək gəlir vəd edən hər təklif mütləq daha yaxşı seçim demək deyil. Şəxsi münasibətlərdə günün əvvəlindəki gərginlikdən sonra daha sakit atmosfer yaranacaq. Ailə üzvlərinizlə və yaxın dostlarınızla söhbətlər sizə rahatlıq verə bilər. Əgər səhər saatlarında əsəbi və ya narahat olsanız, bu hissləri yaxınlarınıza əks etdirməməyə çalışın. Günün ikinci yarısında əhvalınız yaxşılaşdıqca münasibətlərdə də istilik artacaq. Tərəzi. Bugün tərəzi bürcü üçün günün ilk saatları bir qədər gərgin və qarışıq keçə bilər. Xüsusilə eyni vaxtda çoxlu iş görməyi, bir neçə məsələni paralel şəkildə həll etməyi planlaşdıran tərəzilər günün başlanğıcında müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Qarşınızda çoxlu tapşırıq olacaq, lakin ilk anda hansının daha vacib olduğunu müəyyənləşdirmək asan olmayacaq. Bir işdən digərinə keçmək məcburiyyətində qalmağınız diqqətinizi dağıda və sizi olduğundan daha yorğun hiss etdirə bilər. Səhər saatlarında özünüzü bir qədər qeyri-müəyyən hiss etməyiniz mümkündür. Nə etmək istədiyinizi bilsəniz də, haradan başlamağın daha doğru olduğunu müəyyənləşdirmək çətin görünə bilər. Belə vəziyyətdə bütün işləri eyni anda həll etməyə çalışmayın. Əvvəlcə ən vacib məsələləri seçin və onları ardıcıl şəkildə yerinə yetirin. Kiçik bir plan qurmaq belə gün ərzində xeyli vaxtınıza qənaət edə bilər.
Əsas məqsədiniz hər şeyi birdən etmək deyil, vacib olanları düzgün ardıcıllıqla tamamlamaq olmalıdır. İş və karyera sahəsində günün ilk yarısında müəyyən qarışıqlıqlar yarana bilər. Həmkarlarınızın müxtəlif xahişləri, gözlənilməz tapşırıqlar və planlaşdırılmamış görüşlər sizin gündəlik rejiminizi poza bilər. Bəzi məsələlərdə son anda dəyişikliklər baş verməsi də mümkündür. Buna görə əvvəlcədən hazırladığınız plana bir qədər elastik yanaşın. Planınız dəyişərsə, bunu uğursuzluq kimi qəbul etməyin. Sadəcə yeni vəziyyətə uyğunlaşmağa çalışın. Əgər mühüm qərar verməlisinizsə, günün ilk saatlarında tələsməmək daha yaxşıdır. Hadisələr tam aydınlaşdıqdan sonra hansı istiqamətdə hərəkət etməli olduğunuz daha yaxşı görünəcək. Səhər yaranan tərəddüdlər günortaya doğru azalacaq və özünüzə inamınız yenidən artacaq. Maliyyə məsələlərində də günün ilk yarısında ehtiyatlı olmaq məsləhətdir. Xüsusilə bir neçə fərqli xərclə eyni anda qarşılaşsanız, büdcənizi düzgün bölüşdürmək vacib olacaq. Lazımsız alış-verişlərdən uzaq durun və emosional qərarlar verməyin. Günün ikinci yarısında maliyyə ilə bağlı məsələləri daha sakit şəkildə qiymətləndirmək mümkün olacaq. Günün ikinci yarısı isə tamamilə fərqli enerji gətirəcək. Səhər sizi narahat edən qarışıqlıq tədricən aradan qalxacaq və hadisələr daha aydın istiqamət alacaq. Hansı işə diqqət yetirməli olduğunuzu dəqiq anlayacaq, vaxtınızı daha səmərəli bölüşdürəcək və başladığınız işləri ardıcıl şəkildə tamamlamağa başlayacaqsınız. Bu saatlar məhsuldarlığınızın artacağı və özünüzü daha rahat hiss edəcəyiniz dövr olacaq. İkinci yarı xüsusilə yarımçıq qalan işləri başa çatdırmaq üçün əlverişlidir. Səhər vaxt çatışmazlığı və diqqət dağınıqlığı səbəbindən tamamlaya bilmədiyiniz məsələlərə yenidən qayıda bilərsiniz. Artıq daha sakit düşünəcək və düzgün qərarlar qəbul edəcəksiniz. Günün sonunda əvvəlcə çox çətin görünən işlərin əksəriyyətinin öhdəsindən gəldiyinizi görmək sizə böyük rahatlıq verəcək. Şəxsi münasibətlərdə isə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Ailə üzvləri və yaxın insanlarla münasibətlərdə istilik və qarşılıqlı anlayış artacaq. Əgər son vaxtlar hansısa məsələyə görə aranızda soyuqluq yaranıbsa, vəziyyəti yaxşılaşdırmaq üçün fürsət əldə edə bilərsiniz. Səmimi söhbət və qarşılıqlı güzəşt münasibətlərdəki gərginliyi aradan qaldırmağa kömək edəcək. Əqrəb. Bugün Əqrəb bürcü üçün kifayət qədər aktiv və hadisələrlə zəngin gün olacaq. Qarşınızda həll edilməli çoxlu məsələ, tamamlanmalı iş və diqqət tələb edən bir neçə vacib tapşırıq ola bilər. Buna görə də gün ərzində vaxtınızı düzgün bölüşdürmək və əhəmiyyətli məsələlərin həllini lazımsız yerə təxirə salmamaq vacibdir. Əgər uzun müddətdir ertələdiyiniz bir iş varsa, artıq ona başlamağın vaxtıdır. Bugün göstərdiyiniz təşəbbüs gələcəkdə sizə əhəmiyyətli üstünlüklər qazandıra bilər. Günün ilk saatları xüsusilə məhsuldar olacaq. Qarşınıza çıxan çətin məsələlərin öhdəsindən gəlmək düşündüyünüzdən daha asan ola bilər. Bunun əsas səbəbi isə ətrafınızdakı etibarlı insanların dəstəyi olacaq. Köhnə tanışlarınızdan və uzun müddətdir əlaqədə olduğunuz insanlardan biri gözləmədiyiniz anda sizə kömək təklif edə bilər. Onların təcrübəsi və praktiki yanaşması sizin üçün olduqca faydalı olacaq. Bugün köhnə dostların və etibarlı müttəfiqlərin dəyərini daha yaxşı anlayacaqsınız. Çətin vəziyyətə düşdüyünüz zaman yanınızda olan insanlar sizin üçün xüsusi əhəmiyyət daşıyır. Onlardan biri müəyyən işlərin bir hissəsini öz üzərinə götürər, digəri isə sizə düzgün istiqamət göstərə bilər. Buna görə də hər şeyi tək başına həll etməyə çalışmayın. Kömək təklif edən insanların dəstəyini qəbul edin. Birlikdə görülən iş daha tez və daha keyfiyyətli nəticə verə bilər. İş və karyera sahəsində gün olduqca məhsuldardır. Rəhbərlik qarşısında özünüzü göstərmək, bacarıqlarınızı nümayiş etdirmək və vacib layihələrdə irəliləyiş əldə etmək üçün yaxşı fürsətlər yaranacaq. Əgər iş yerində uzun müddətdir həll edə bilmədiyiniz problem varsa, onun üzərində yenidən işləyin. Bu dəfə məsələyə fərqli yanaşaraq gözləmədiyiniz nəticəyə nail ola bilərsiniz. Bəzi əqrəblər üçün köhnə iş əlaqələrinin yenidən canlanması da mümkündür. Vaxtilə birlikdə işlədiyiniz və ya müəyyən layihədə əməkdaşlıq etdiyiniz insanlardan xəbər ala bilərsiniz. Bu əlaqələr yalnız nostalji xarakter daşımayacaq. Keçmişdə qurduğunuz tanışlıqlardan biri bugün yeni peşəkar imkanın yaranmasına səbəb ola bilər. Maliyyə baxımından günün ilk yarısı daha çox sabitlik və planlı fəaliyyət tələb edir. Gözlənilməz xərclər yaransa da onları idarə etmək mümkün olacaq.
Əsas məsələ bütün maliyyə yükünü tək başına üzərinizə götürməmək və düşünülməmiş alış-verişlərdən uzaq durmaqdır. Günün ikinci yarısında isə əlavə gəlir və ya maraqlı maliyyə təklifi ilə bağlı xəbər almaq ehtimalınız var. Günün ikinci yarısı sizi keçmişə qaytara bilər. Bir vaxtlar baş vermiş hadisələri xatırlayacaq, köhnə qərarlarınız haqqında düşünəcək və bəzi məsələlərə artıq tamam başqa gözlə baxdığınızı anlayacaqsınız. Keçmişdə yaşadığınız bir hadisənin bugünkü vəziyyətlə müəyyən oxşarlıq təşkil etdiyini görə bilərsiniz. Bu xatirələr sizə həm təcrübənizi xatırladacaq, həm də gələcəkdə eyni səhvləri təkrarlamamaq üçün faydalı dərs verəcək. Köhnə tanışlarla gözlənilməz görüşlər də mümkündür. Uzun müddətdir görmədiyiniz bir insanla təsadüfən qarşılaşa və ya ondan mesaj ala bilərsiniz. Bu görüş əvvəlcə sadəcə xoş xatirələrin canlanması kimi görünsə də, söhbət zamanı maraqlı bir təkliflə qarşılaşmağınız mümkündür. Təklif iş, əməkdaşlıq, biznes və ya başqa bir layihə ilə bağlı ola bilər. Qarşı tərəfin sözlərinə diqqətlə qulaq asın və təklifi dərhal rədd etməyin. Şəxsi münasibətlərdə də keçmişin təsiri hiss oluna bilər. Keçmişdə həyatınızda mühüm rol oynamış bir insan yenidən əlaqə saxlaya bilər. Bu, köhnə dost, uzaq qohum və ya vaxtilə yaxın münasibətdə olduğunuz biri ola bilər. Belə görüşlər sizə qarışıq emosiyalar yaşatsa da, keçmişi indiki həyatınızla qarışdırmamaq və hər şeyi soyuqqanlı şəkildə qiymətləndirmək vacibdir. Ox atan. Bugün ox atan bürcü üçün adi günlərdən fərqlənən yaradıcılıq, yeni ideyalar və uğurlu qərarlarla yadda qala biləcək bir gündür. Xüsusilə standart yanaşmaların kifayət etmədiyi, fərqli düşünmək və qeyri-adi həll yolları tapmaq tələb olunan məsələlərdə özünüzü çox rahat hiss edəcəksiniz. Qarşınıza çıxan problemlərə başqalarının baxdığı kimi baxmaq əvəzinə tamamilə fərqli yanaşma nümayiş etdirə bilərsiniz. Məhz bu xüsusiyyətiniz bugün sizə ciddi üstünlük qazandıracaq. Günün ən böyük üstünlüklərindən biri prioritetləri düzgün müəyyənləşdirə bilməyiniz olacaq. Qarşınızda çoxlu iş olsa belə, hansının daha vacib, hansının isə bir qədər gözləyə biləcəyini asanlıqla müəyyən edəcəksiniz. Bu, həm vaxtınıza qənaət edəcək, həm də enerjinizi lazımsız yerə sərf etməyinizin qarşısını alacaq. Bəzən uğur bütün işləri eyni anda görməkdən deyil, ən vacib işi doğru zamanda seçməkdən keçir. Bugün siz məhz bunu bacaracaqsınız. İş və karyera sahəsində yaradıcı yanaşmanız xüsusilə yüksək qiymətləndirilə bilər. Əgər uzun müddətdir həll edə bilmədiyiniz bir məsələ varsa, ona yenidən baxın. Ola bilsin ki, cavab çoxdan düşündüyünüz yerdə deyil, tamamilə başqa istiqamətdədir. Yeni fikir və təkliflərinizi rəhbərlik və həmkarlarınızla bölüşməkdən çəkinməyin. Sizin ideyanız əvvəlcə qeyri-adi görünsə də, sonradan olduqca effektiv nəticə verə bilər. Yeni layihəyə başlamaq istəyən ox atanlar üçün də əlverişli gündür. Xüsusilə yaradıcılıq, media, texnologiya, təhsil, reklam, dizayn və insanlarla ünsiyyət tələb edən sahələrdə uğur qazanmaq ehtimalınız yüksəkdir. Əgər özünüzü uzun müddətdir fərqli bir istiqamətdə sınamaq barədə düşünürsünüzsə, bugün ilk addımı atmaq üçün yaxşı fürsət yarana bilər. Ətrafınızdakı insanlar da sizin enerjinizi və özünə inamınızı hiss edəcəklər. Bu səbəbdən yeni əməkdaşlıqlar və faydalı tanışlıqlar üçün gün münasibdir. Fikirlərinizi aydın şəkildə ifadə edin və qarşınızdakı insanın təkliflərini də diqqətlə dinləyin. Bugün qurulan əlaqələr gələcəkdə yeni layihələrin və gəlir imkanlarının başlanğıcına çevrilə bilər. Maliyyə məsələlərində isə gün xüsusilə uğurlu görünür. Sövdələşmələr, alış-veriş və maliyyə qərarları üçün əlverişli şərait yaranacaq. Uzun müddətdir almaq istədiyiniz bir məhsulu münasib qiymətə əldə edə və ya sərfəli razılaşma bağlaya bilərsiniz. Bununla belə, uğurlu gün olması bütün təklifləri düşünmədən qəbul etmək demək deyil. Hər alış-verişdə olduğu kimi, qiyməti və keyfiyyəti müqayisə etmək, şərtləri diqqətlə oxumaq faydalıdır. Bəzi ox atanlar tamamilə yeni mənbədən pul əldə edə bilərlər. Bu, əlavə işdən gəlir, gözlənilməz ödəniş, bonus, mükafat və ya əvvəllər planlaşdırılmamış başqa bir qazanc ola bilər. Əsas üstünlüyünüz isə bu vəsaiti düzgün idarə edə bilməyiniz olacaq. Pul əlinizə keçdikdən sonra onu dərhal xərcləmək əvəzinə həqiqətən ehtiyac duyduğunuz məsələlərə yönəltmək daha ağıllı seçimdir. Oğlaq. Bugün Oğlaq bürcü üçün ünsiyyət, əməkdaşlıq və yeni əlaqələrin qurulması baxımından olduqca əlverişli gündür.
Ətrafınızdakı insanlarla münasibət qurmaq əvvəlkindən daha asan olacaq və ən əsası, kiminlə necə danışmağın lazım olduğunu düzgün hiss edəcəksiniz. İntuisiyanız bugün sizin əsas üstünlüklərinizdən birinə çevriləcək. Qarşınızdakı insanın niyyətini, hansı məsələdə sizə dəstək ola biləcəyini və kimdən müəyyən məsafə saxlamağın daha yaxşı olduğunu tez bir zamanda anlaya bilərsiniz. Xüsusilə işgüzar münasibətlərdə bu qabiliyyətiniz özünü daha aydın göstərəcək. Gün ərzində müxtəlif insanlarla görüşmək, danışıqlar aparmaq və müəyyən məsələlərdə razılığa gəlmək lazım gələ bilər. Sözlərinizi düzgün seçsəniz və qarşı tərəfi diqqətlə dinləsəniz, söhbətləri istədiyiniz istiqamətə yönəldə bilərsiniz. Bugün hər şeyi tək başına həll etmək əvəzinə düzgün insanlarla əməkdaşlıq etmək daha böyük nəticələr gətirəcək. İş yerində yeni müttəfiqlər qazanmaq ehtimalınız yüksəkdir. Uzun müddətdir sizə yalnız həmkar kimi yanaşan biri gözlənilmədən dəstəyini göstərə bilər. Onun təcrübəsi, əlaqələri və ya praktiki yardımı sizin üçün faydalı ola bilər. Eyni zamanda yeni tanış olduğunuz insanlardan biri gələcək layihələrinizdə mühüm rol oynaya bilər. Buna görə də bugün qurduğunuz əlaqələri sadəcə gündəlik ünsiyyət kimi qiymətləndirməyin. Bəzi tanışlıqların gələcəkdə sizə ciddi üstünlük qazandırması mümkündür. Əgər rəhbərliklə vacib söhbətiniz və ya işgüzar görüşünüz varsa, özünüzü inamlı aparın. Bugün fikirlərinizi əsaslandırmaq və qarşı tərəfi inandırmaq qabiliyyətiniz yüksək olacaq. Əvvəllər qəbul etdirməkdə çətinlik çəkdiyiniz bir ideyanı bu dəfə daha rahat şəkildə təqdim edə bilərsiniz. Əsas odur ki, həddindən artıq israr etməyin. Qarşı tərəfin fikirlərinə hörmət göstərməklə öz mövqeyinizi qorumaq daha yaxşı nəticə verəcək. İş dəyişmək və ya yeni bir layihəyə qoşulmaq istəyən oğlaqlar üçün də maraqlı imkanlar yarana bilər. Yeni əməkdaşlıq təklifi və ya gələcəkdə karyera inkişafınıza kömək edəcək bir tanışlıq gündəmə gələ bilər. Qarşınıza çıxan imkanları dərhal qiymətləndirməkdənsə, onların uzunmüddətli perspektivlərini də düşünün. Bugün intuisiyanız sizə hansı seçimin daha faydalı olduğunu anlamaqda kömək edə bilər. Maliyyə baxımından gün gözlənilməz və xoş yeniliklər gətirə bilər. Yeni mənbədən pul daxil olması mümkündür. Bu, əlavə işdən əldə olunan gəlir, bonus, mükafat, gözlənilməz ödəniş və ya başqa bir qazanc formasında ola bilər. Əvvəllər heç hesablamadığınız bir mənbədən gələn pul sizi sevindirə bilər. Belə bir vəsait əldə etsəniz, onu düşünülməmiş xərclərə yönəltmək əvəzinə maliyyə planınızı gücləndirmək üçün istifadə etməyiniz daha faydalı olar. Bəzi oğlaqlar üçün bugün yeni qazanc imkanının başlanğıcı da mümkündür. Yeni tanış olduğunuz insan sizə əlavə gəlir gətirə biləcək bir iş təklif edə və ya müəyyən layihəyə qoşulmağı təklif edə bilər. İlk baxışdan kiçik görünən belə bir imkan gələcəkdə daha böyük maliyyə nəticələrinə səbəb ola bilər. Ona görə də gün ərzində eşidəcəyiniz təkliflərə diqqətlə yanaşın. Ailə həyatında isə xoş və sevindirici hadisələr mümkündür. Evdə sizi və yaxınlarınızı bir araya gətirəcək yaxşı xəbər alma ehtimalınız var. Bu xəbər ailə üzvlərindən birinin uğuru, gözlənilən nəticənin müsbət olması və ya uzun müddətdir həllini gözləyən bir məsələnin nəhayət yaxşı istiqamətdə inkişaf etməsi ilə bağlı ola bilər. Belə xəbərlər ailədəki ümumi atmosferi dəyişəcək və hər kəsin əhvalını yüksəldəcək. Ailə üzvlərinizdən biri sizdən məsləhət və ya dəstək istəyə bilər. Bu zaman onun sözlərinə diqqətlə qulaq asın. Bugün sizin məsləhətiniz yaxınlarınız üçün xüsusilə dəyərli ola bilər. Lakin onların əvəzinə qərar verməkdənsə düzgün seçim etmələri üçün öz təcrübənizlə istiqamət göstərməyiniz daha yaxşıdır. Şəxsi münasibətlərdə də müsbət atmosfer hökm sürəcək. Münasibətdə olan oğlaqlar tərəfdaşları ilə daha açıq və səmimi danışa bilərlər. Dolça. Bugün Dolça bürcü üçün emosiyaları idarə etmək və sakitliyi qorumaq əvvəlki günlərlə müqayisədə bir qədər çətin ola bilər. Günün əvvəlindən etibarən ətrafınızdakı insanların davranışlarında müəyyən soyuqluq və narazılıq hiss edə bilərsiniz. Xüsusilə əvvəllər yaxşı münasibətdə olduğunuz, fikirlərinizə hörmət edən və sizinlə rahat ünsiyyət quran bəzi insanların bugün gözlədiyiniz qədər mehriban davranmaması sizi təəccübləndirə bilər. Kimdənsə kömək istəyərkən rədd cavabı almağınız mümkündür. Bu cavab gözlədiyinizdən daha sərt səslənə və sizi məyus edə bilər. Başqa bir insan isə ideyanızı və ya gördüyünüz işi tənqid edə bilər. İlk anda özünüzü müdafiə etmək və qarşı tərəfə sərt cavab vermək istəyiniz yarana bilər. Lakin məhz bu məqamda özünüzü idarə etməyiniz çox vacibdir.
Emosiyalara qapılaraq verilən cavab vəziyyəti daha da gərginləşdirə bilər. Ətrafınızdakı insanların bugünkü davranışını şəxsi təhqir kimi qəbul etməyin. Ola bilsin ki, onların öz problemləri, yorğunluğu və ya başqa səbəblərdən əhvalı yaxşı deyil. Sizinlə əvvəlki kimi mehriban davranmamaları münasibətlərinizin mütləq dəyişdiyi anlamına gəlmir. Bəzən insanlar sadəcə öz daxili problemlərinin təsiri altında başqalarına qarşı daha sərt davranırlar. İş yerində də buna bənzər vəziyyət yarana bilər. Təklif etdiyiniz bir fikir həmkarlarınızdan gözlədiyiniz dəstəyi görməyə bilər. Kimsə layihənizin müəyyən hissəsini tənqid edən, başqa bir şəxs isə sizin təklif etdiyiniz üsulun effektivliyinə şübhə ilə yanaşa bilər. Belə vəziyyətdə dərhal mübahisəyə girmək əvəzinə tənqidin içində faydalı məqamların olub-olmadığına baxın. Ola bilsin ki, qarşı tərəfin söylədiyi bir fikir layihənizi daha da yaxşılaşdırmağa kömək etsin. Əgər xahişiniz rədd edilərsə, bunu şəxsi uğursuzluq kimi qəbul etməyin. Bugün bir insandan ala bilmədiyiniz dəstəyi başqa birindən əldə edə bilərsiniz. Əsas məsələ bir cavabın sizi ruhdan salmasına imkan verməməkdir. Alternativ yollar axtarın və öz planınızdan tamamilə imtina etməyin. Karyera baxımından gün daha çox səbr və çeviklik tələb edir. Əgər mühüm bir görüşünüz varsa, qarşı tərəfin mövqeyini diqqətlə dinləyin və öz fikrinizi sakit şəkildə əsaslandırın. Səs tonunuz və davranışınız bugün dediyiniz sözlər qədər vacib olacaq. Nə qədər təmkinli və peşəkar davransanız, bir o qədər güclü təəssürat yaradacaqsınız. Maliyyə məsələlərində də tələskənlikdən uzaq durmaq məsləhətdir. Əgər kimdənsə maliyyə dəstəyi və ya əməkdaşlıq gözləyirsinizsə, cavabın gecikməsi sizi narahat etməsin. Bir qapının bağlanması başqa imkanların yaranmayacağı demək deyil. Gün ərzində alternativ gəlir və ya qazanc variantı barədə yeni fikir əldə edə bilərsiniz. Lakin bütün bu xırda gərginliklərin fonunda gün sizə çox xoş xəbərlər də gətirəcək. Xüsusilə şəxsi həyatla bağlı müsbət hadisələrin baş vermə ehtimalı yüksəkdir. Uzun müddətdir cavabını gözlədiyiniz bir xəbər nəhayət gələ bilər. Bu xəbər ailə üzvü, yaxın dost və ya sizin üçün xüsusi əhəmiyyət daşıyan başqa bir insanla bağlı ola bilər. Balıqlar. Bugün balıqlar üçün gün kifayət qədər gərgin və hadisələrlə zəngin keçə bilər. Xüsusilə səfər, yolçuluq və ya gündəlik marşrutunuzdan kənara çıxmağı planlaşdırırsınızsa, gün ərzində gözlənilməz vəziyyətlərə hazır olmağınız yaxşıdır. Hər şeyi planlaşdırdığınız kimi getməyə bilər. Yolun uzanması, gecikmələr, planların dəyişməsi və ya sizi narahat edəcək başqa xırda problemlər yarana bilər. Bunların heç biri mütləq ciddi nəticə verməsə də gün ərzində səbrinizi bir neçə dəfə sınağa çəkə bilər. Səfərə çıxacaq balıqlar üçün əsas tövsiyə tələsməməkdir. Yola çıxmazdan əvvəl lazım olan hər şeyi bir daha yoxlayın. Sənədlər, telefon, pul, biletlər və digər vacib əşyalarla bağlı diqqətli olun. Əvvəlcədən müəyyən etdiyiniz marşrutda dəyişiklik etmək lazım gələrsə, bunu sakit qarşılayın. Gözlənilməz gecikmə və ya başqa bir maneə bütün gününüzü korlamamalıdır. Əgər avtomobillə uzun yola çıxırsınızsa, vaxt ehtiyatı saxlamağınız xüsusilə faydalıdır. Yol şəraiti, tıxac və digər gözlənilməz amillər planlaşdırdığınızdan daha çox vaxt tələb edə bilər. Buna görə də hər şeyi son dəqiqəyə saxlamayın. Tələskənlik bugün problemləri daha da böyüdə bilər. Ətrafınızdakı insanlarla ünsiyyət də hər zaman asan olmayacaq. Sizinlə birlikdə səfərdə olan və ya gündəlik işlərinizdə qarşılaşdığınız insanlar bəzi məsələlərdə sizi düzgün başa düşməyə bilərlər. Adi bir söhbət belə gözlənilmədən fikir ayrılığına çevrilə bilər. Xüsusilə yorğun olduğunuz zaman qarşınızdakı insanın sözlərini yanlış anlamaq və ya öz fikrinizi sərt şəkildə ifadə etmək mümkündür. Belə məqamlarda mübahisəyə girməkdənsə bir qədər geri çəkilmək daha doğru olacaq. Hər məsələdə haqlı olduğunuzu sübut etməyə ehtiyac yoxdur. Bəzən kiçik bir anlaşılmazlığı görməzdən gəlmək böyük münaqişənin qarşısını ala bilər. Qarşınızdakı insanın da yorğun və ya gərgin ola biləcəyini nəzərə alın. Sakitliyinizi qorumağınız günün ən böyük üstünlüklərindən birinə çevriləcək. İş həyatında da müəyyən qarışıqlıqlar mümkündür. Əgər səfər işlə bağlıdırsa, görüşlərin vaxtında başlamaması və ya planlaşdırılan proqramda dəyişikliklərin olması ehtimalı var. Buna görə də görüşlər arasında kifayət qədər vaxt saxlamaq və alternativ plan hazırlamaq faydalıdır.
Qarşı tərəfin gözlənilməz davranışına görə bütün planınızı dəyişmək məcburiyyətində qalsanız belə, bunu sakit şəkildə idarə etməyə çalışın. Maliyyə baxımından gün böyük risklərə getmək üçün münasib deyil. Səfər zamanı əlavə xərclər yarana bilər. Planlaşdırmadığınız ödənişlər, yol xərcləri və ya başqa ehtiyaclar büdcənizə təsir edə bilər. Buna görə də gün ərzində müəyyən qədər ehtiyat pul saxlamaq yaxşı olar. Əsas ehtiyaclarınızı əvvəlcədən planlaşdırmaq sonradan yaranacaq narahatlığın qarşısını ala bilər. Lakin bütün bu gərginliyin fonunda balıqlar üçün çox böyük bir üstünlük var, yaxınlarının dəstəyi. Gün necə keçməsindən asılı olmayaraq, ailə üzvləriniz və sizə həqiqətən dəyər verən insanlar yanınızda olacaq. Özünüzü çətin vəziyyətdə hiss etdiyiniz zaman onlardan birinə müraciət etməkdən çəkinməyin. Onlar sizi dinləyəcək, ehtiyacınız varsa kömək edəcək və düzgün qərar verməyiniz üçün dəyərli məsləhət verəcəklər. Bəzən insanın qarşısındakı problemi həll etmək üçün konkret köməkdən çox, onu anlayan və yanında olduğunu hiss etdirən birinə ehtiyacı olur. Bugün məhz belə bir dəstəyi yaxınlarınızdan ala bilərsiniz. Onların bir neçə sözü belə əhvalınızı dəyişə və özünüzə inamınızı bərpa edə bilər. Ailə münasibətlərində səmimiyyət və qarşılıqlı anlayış üstünlük təşkil edəcək. Əgər səfərdə və ya işdə yaşadığınız problemlər sizi yorarsa, axşam yaxınlarınızla danışmaq sizə rahatlıq gətirəcək. Gün ərzində yığılan gərginliyi ailə üzvlərinizlə bölüşməkdən çəkinməyin. Onların verəcəyi məsləhət gözlədiyinizdən daha faydalı ola bilər. Sevgi həyatında münasibətdə olan balıqlar tərəfdaşlarının dəstəyini xüsusilə güclü hiss edəcəklər.